Burun üzün mərkəzində yerləşən kiçik bir orqandır, amma insan bədəninin ən güclü hiss orqanlarından biridir. Hər nəfəs aldıqda havadakı görünməz, çox kiçik hissəciklər burun boşluğuna daxil olur. Burada onlar xüsusi reseptorlarla qarşılaşır. Bu reseptorlar qoxuları tanıyır və siqnalları beyinə ötürür. Beləliklə biz qoxu hissini dərk edirik. Burun yalnız qoxu almaq üçün deyil, o havanı təmizləyir, tozları və mikrobları saxlayaraq onların ağciyərlərə çatmasının qarşısını alır. Eyni zamanda havanı isidir və nəmləndirir, bədəni qoruyur. Qoxu hissi yaddaş və emosiyalarla birbaşa bağlıdır. Buna görə də bəzən tək bir qoxu bizi uşaqlığa, bir xatirəyə və ya güclü bir hissə aparır. Burun həm də dad hissinin formalaşmasında mühüm rol oynayır. Əslində, yediyimiz qidaların dadının böyük hissəsi qoxu ilə əlaqəlidir. Qoxu zəiflədikdə dad da azalır və qidalar daha dadsız hiss olunur. Burun sadə bir orqan kimi görünsə də, o bizi qoruyur, ətraf mühiti hiss etməyimizə kömək edir və xatirələrimizlə əlaqə yaradır.